Bu gün həm liseyə qəbul yaxınlaşdığı üçün, həm də ki faydalı olması üçün bəzi kombinatorika, ehtimal, birləşmələr nəzəriyyəsi suallarına göz gəzdirəcəyik. Birinci suala baxaq. Bu liseyə qəbula bir dəfə düşən suallardandır. Yəni bu tipli düşmüşdü. Torbada bərabər sayda yaşıl, qırmızı, sarı toplar var. Ümumi sayı 18-dirsə, deməli hər birinin sayı 6-dır. Çıxaran ki, topun mütləq qırmızı rəngli olması üçün ən az nə qədər top götürülməlidir? Bütün yaşıllar, bütün sarılar götürülməlidir və 2 artıq top götürürsə mütləq qırmızı olacaqdır. Ona görə də cavabımız 14 eləmiş olur. Bunun eynisindən bir dənəsində sizin üçün hazırdır bir sual. Sonra bu suala baxaq. Deməli, bu sualda nə deyir? Qutuda 6 qırmızı 8 ağ kürəcik var. Təsadüfi seçsin ki, kürəciyin ağ olma ehtimalı. Ümumiyyətlə görək ki, əvvəlcə nəyi tapmalıyıq? Kombinezon ümumi nə qədərdir? 14-dən ağ olma ehtimalı neçədə nə olmalıdır? Ümumi də 8-də, ümumi 2 dənə götürürük də, 14-dən 2-sini əvvəlcə götürürük. Sonra da kombinezon 8-dən 2-si. Bunu hesablayırıq və cavab çıxır. 14 faktorial bölünsün 12 faktorial vurulsun 2 faktorial. 12 faktorial vurulsun 13 vuraq 14. Bu da 2. Yəni bu budur. Bunlar gedir. Bundan da belə. Bura 91'dir. 8 faktorial bölünsün 6 faktorial vuraq 2 faktorial. 6 faktorial vuraq 7 vuraq 8. Bu da 2. Bunlar 4 28. 91'də 28 mi? 8'də 2 ağ olma ehtimalı deyir. Bəli. Ağ olma ehtimalını soruşursa bu zaman deməli neçə oldu? 91'də 28. Ancaq testdə bizdən qırmızı olma ehtimalını soruşur. Yəni burada ağ yox, qırmızı yazaq. Variantları da ona görə yazmışam. Yəni 91'də indi qırmızı olma ehtimalını tapanda kombinezon 6-dan 2 tapırıq. 6 faktorial bölünsün 4 faktorial vuraq 2 faktorial. 4 faktorial vurulsun 5 vurulsun 6. Bu da bu bərabərdir 2'yə. Bunlar gedir. Bunlar gedir. 15 qaldı. 91'də 15. Bu da A variantı eləmiş olur. Bu da sizin üçündür. 10 qırmızı 5 ağdır və ağ olma ehtimalını. Yəni kombinezon 5'dən 2 götürəcəksiniz. Ehtimala aid izah bu qədər.